Avropanın İsyan Dableyev Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən, xüsusilə də artıq yanvar ayının 13-cü gündüz saatlarının başında Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi üçün münbir sınaqlı şəraitin yaranması gözlənir. Bu prosesin sonraki inkişafı nəticəsində artıq yanvar ayının xüsusilə də 18, 19, 20, 21, 22-ci hava şəraitinin Qafqazın cənubunda daha da soyuması üçün münbir sınaqlı şəraitin yaranması gözlənir. Növbəti prosesin nəticəsində artıq yanvar ayının xüsusilə də 3-cü 10 günün sonlarına doğru, yəni 24-25-dən sonra isə yenə də Sibir ərazisindən soyuq hava şüalarının tez Qafqazın cənubuna müdaxiləsində artım ehtimalı var. Hazırki model təhlillərinə əsasən soyuq havanın bir qədər uzun müddətli şəkildə Qafqazın cənubunda aktiv olması gözlənir. Yəni ümumilikdə Azərbaycan ərazisi əsasən mülayim hava şəraiti ilə səciyyəvi olan bir ərazidə, coğrafi mövqedə yerləşir. Lakin bu dəfəki prosesin 1-2 günlük soyuğun olmaması, daha çox soyuğun 7-10 gün ərzində Qafqazın cənubunda aktiv olması ehtimalını biz nəzərdən keçiririk və görürük ki, bu ehtimal yüksək qiymətləndirilir. Xüsusilə də artıq yanvar ayının 13-14-dən başlayan soyuq havanın Qafqazın cənubunda artıq yanvar ayının 18-19-undan başlayaraqsa daha da intensivləşməsi və artıq yanvar ayının 3-cü 10 günün sonlarına doğru, yəni artıq yanvarın 24-25-dən sonraki tarixlərdə də Qafqazın cənubunda şimal-şərqdən tez-tez soyuq Sibir siklonlarının Azərbaycan arasında müdaxiləsi fonunda Qafqazın cənubunda hava şəraitinin tez-tez kəskin soyuması ehtimalında artım ehtimalı var. Yəni bu barədə mütəmadi olaraq kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq. Başda qar yağması ehtimalı yanvar ayının 17-sindən sonra gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Yəni bu qarın nə qədər güclü olması ehtimalı, qar fırtınasının baş verməsi ehtimalını biz diqqətlə təhlil edəcəyik. Nəticədə bu təhlillər nəticəsində artıq yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Lakin yanvar ayının 14-də isə başda yağışın sulu qara keçməsi ehtimalı var. Lakin yanvarın 14-də başda yerdə qar hökmünləmə gəlməsi ehtimalı hazırda çox zəif bir ehtimaldır. Burada Avropanın İsyan Dableyev modellərini analiz edərkən biz görürük ki, iki versiya var. Birinci versiyaya əsasən Sibir siklonlarının, Sibir soyuqlarının Qazaxıstan arasından birbaşa Qafqazın cənubu Azərbaycan arasında daxil olması ehtimalı var. Bu ehtimal baş verərsə Bakıda güclü qar yağa bilər. Lakin ikinci bir versiyaya əsasən isə, senariyə əsasən isə bu soyuqların Qara dəniz arasında daxil olması ehtimalı da var ki, nəticədə əgər Qara dəniz arasında daxil olarsa daha çox Türkiyə arasında güclü qar yağa bilər. Lakin 55-60% ehtimalla isə bu soyuqların Qazaxıstandan daha çox Qafqazın cənubu Azərbaycan arasında daxil olması ehtimalı var.